komandamız Qazaxıstan seçməsində qarşılaşır. Hal-hazırda oyunu idarə edəcək hakimlərin briqadasını görürsünüz Rumuniyalı. Əsas söz sahibi Sezar Ionescu'dur. Ona həmyerlisi Ovidiu Kurta kömək edəcək. Digər hakimlər isə Moldova və Xorvatiyanı təmsil edir. Qazaxıstan komandasının heyəti indi təqdim olunur. Qazaxıstan komandası son iki turnirdə komandamızın əsas rəqiblərindən olub. Bakıdakı dünya çempionatına çıxmaq şərti ilə 2023-cü il dünya çempionatı və 2024-cü il Avropa çempionatında komandamızla qarşılaşmada Qazaxıstan tərəfi sevinən tərəf olmuşdu. Amma məhz bu arenada, məhz bu məkanda, Slovakiyada 2022-ci il Avropa çempionatında milli komandamız Qazaxıstan seçməsindən üstün olmuşdur. Tariximizdə ilk böyük uğurumuzu məhz Slovakiyada əldə etmişik. Košice şəhərində və yarım finalda məhz Qazaxıstan seçməsinə qalib gələrək o əzəli rəqabətin, mini futbolda əzəli rəqabətin təməlini atmışıq və ondan sonraki yarışda Qazaxlar iki görüşdə qalib gəliblər və necə deyərlər, atalar 3-dən deyib 3-cü qarşılaşmada artıq Qazaxıstan komandasını məğlub etməyin vaxtıdır. Bizim üçün uğurlu sayılan bir məkanda Slovakiyada, bu dəfə paytaxtda Bratislavada tarixi uğur əldə etmək üçün komandamız əla oyun sərgiləyir. Qrup mərhələsini maksimum nəticə ilə başa vurdu. Elşad Quliyevi görsünüz. Bratislavada olan həmyerlərimiz də komandamızı dəstəkləməyə gəliblər. Dünya çempionudur komandamız. Dünya reytinginin liderini bu ise Nurettin İsayev ve Qazaxıstan komandasının baş məşqçisi və Ali Şorumbayevi göstərirlər. Komandanın əsas oyuncularından biri və əsas ümidlərindən biridir. 7 nömrəli futbolçu. Bugün də qapıda Ağaseyid Qasımovla başlayır. Elşad Quliyev xüsusilə İtaliya millisi ilə görüşdə. Ağaseyid Qasımovla başladı. Komanda ilk dəqiqələrdən əla bir üstünlük qurdu və ikinci dəqiqədə hesab açmağa nail oldu. Avstriya ilə görüşdə minimal hesablı qələbə, ardınca İtaliyanı darmadağın etdilər. Fransa ilə görüşdə qələbə və qrupu maksimum nəticə ilə başa vurdular. Görüş başlayır, milli komandamıza uğurlar arzulayır və ilk hücum şansı Qazaxıstan komandasının olacaq. İndi milli komandamızın üzvləri presi tətbiq edərək topu almağa çalışacaqlar. İki təmkinlə oynuyorlar. Xətay Bağırov indi rəqib zonasında olan yeganə futbolçumuzdur. Hər iki komanda bir-birini çox yaxşı tanıyır və buna görə bir qədər ehtiyatla təmkinlə oynayacaqlar. Məhəmməd Xəlilovun presi göz məhrəsini verir, top yan xətdən çıxır. 2022-ci ildəki tarixi uğurumuzda yarım finalda qeyd etdiyim kimi Qazaxıstan millisini keçdi. Milli komandamız və tarixi uğur qazandı. İlk Avropa çempionluğu komandanın ən böyük uğuru o və həmin ilə Slovakiyanın Košice şəhərində keçirilən ilə təsadüf etmişdi. İndi qapçı irəli çıxıb, qapçı boşdur. Bunun önü boş idi. Zərbə endirir Ağaseyid Qasımov. Sevir bu mövqelərdən zərbə endirməyi, oyun qurmağı və onun məhz bu cür oyun üslubuna görə belə vacib məqamda Elşad Quliyev onun xidmətinə istifadə edir. Bəli, burada səhv yol idi. Qazaxıstanlı qapçı gücdən zərbə təyin olunacaq. Meydanı düzgün nəzarətə götürə bilmədi və əslində bunun diqqətsizliyi Dövlət Zatibekovun diqqətsizliyi bizim işimizə yaraya bilər. Ramil Çovdarov, dünya çempionu. Ramizin ötürməsi, qapıya zərbə. Qapıya zərbə Xətay Bağırovdan top qapı üstündən keçir. Bir qədər dəqiqlik çatmadı bildirir. Milli komandamızın 8 nömrəli futbolçusu. Ramil Çovdarov Bakıdakı dünya çempionatının ən yaxşı futbolçusu seçilmişdi. Fransa ilə görüşdə də 3-cü qolu vuran futbolçu məhz Ramil Çovdarov oldu. Amma da Fransa görüşdə də qalib gəldi indi. Elə yaxın planda da məhz milli komandamızın əsas üzvlərindən biri 7 nömrəli futbolçunu gördük. Ramiz başlayır. Digər cinaha Rəvan Kərimov da xüsusi oyunu ilə bu Avropa çempionatda seçilib. Xüsusilə akrobatik zərbələrlə qol vurmaq istəyi ilə yadda qalır və İtaliya ilə görüşdə də hesaba açan futbolçu məhz Rəvan Kərimov oldu. Qaçırdığı epizodlar da vardı bir neçə epizodda. Akrobatik baxımlı qol vurmağa çalışırdı. Ramil Çovdarov irəliyə doğru göndərilən top bizdə qalır. Rəvan Kərimov boşdur. Rəvan və gol! Rəvan Kərimov! 3-cü dəqiqədə bu dəfə hesab açdı. İtaliya ilə oyunda 2-ci dəqiqədə hesab açmışdısa bu dəfə 3-cü dəqiqədə fərqlənir Rəvan Kərimov.
Demiştim koşluyur. Belə bir məqamdan zərbə. Endirmək Sanci. Sözlərimi eşitdi və Erkan golla hesab açılır milli komandamız. Artıq adət edib rəqiblərini elə ilk dəqiqələrdən şoka salmağa. Rəvan Kərimov önü boş idi və bu fürsəti lazımca dəyərləndirir. Avropa çempionatında ikinci golunu vurur. Komandamızın üzvü. Erkan gol rəqibi bir qədər də müdafiə planında dağıda bilər deyə bilərik. Abla İyeray, kapitan geri oynayır. İndi qapısını ilə açır Dövlət Zərbəkov. Bundan yaralanmaq lazımdır. Xətai Bağırov pressing edir. Xətai səhvə yol verməyə məcbur etdi. Yüksək pressinglə rəqibi müdafiədən çıxmağa qoymur. Milli komandamız əla bir başlanğıc. Oyundan qabaq hər iki tərəfdə Ablabada bir-birlərini yaxşı tanıdığı üçün az da olsa bir qədər gərginlik hissi olunurdu. Xüsusilə bu çempionata Qazaxıstan tərəfinin bir qədər zəif heyətlə gəldiyi, amma istənilən halda o uyumlu oyunu davam etdirmək istədiyini bildirmiş. Amma milli komandamızın kapitanı Elvin Əlizadə ilə söhbətdə komandanın bu oyuna tam hazır olduğunu və o yüksələn qrafiklə Hakan oyunlarını daha da yaxşı olub azarkeşlərimizi sevindirəcəyini bildirmişdi. Milli komandamızın kapitanı bir qədər diqqətli olmaq lazımdır. Rəvan Kərimov vaxtında özünü yetirir və topu da qapı xəttindən çıxarır. 23 nömrəli komandamız üzvü standart vəziyyətdən diqqətli olmaq lazımdır. Milli komandamız bu Avropa çempionatında özünə məxsus standart vəziyyətlərdən gol epizodu yaratmaqla da seçilir. Həqiqətən də bu baxımdan da Elşad Quliyevin yetirmələri, Elşad Quliyevin verdiyi tapşırıqlar bir qədər rəng qatır. İndi Xətai Bağırov qapısını ilə çox çıxdığını gördü və burada da məcbur etdi ki Dövlət Zatibekov topu qapıya zərbə ilə yekunlaşdırsın. Başqa çarəsi qalmamışdı. Komanda yoldaşlarını tam olaraq bağlamışlar. İndi əvəz etmələr. Təmkin Xəlilzadə. Təmkin əvvəl artıq istirahətə yollandı. Və görə bu əvəz etmələrdən sonra komandamız daha bir gol vura bilər. Eşkin, Tağıyev, Təmkin bunlar çox cəld, çox sürətli, hər an mövqi dəyişə bilən, rəqibi çaş-baş sala bilən bir futbolçulardır. Ağaseyid Qasımov da qapıcı oyuncu funksiyasını çox yaxşı yerinə yetirir. Mərkəzə kimi gəlib fikir verin. Boşluqda top gözləyir Ağaseyid Qasımov, önü boşdur. Ondan da sürpriz bir zərbə ola bilər. Amma riskə getmir. Ötürmə etmək istəyirlər, amma belə. Belə olur, nə olmaz. Vüsal İsayev. O da eşqi ilə əla bir oyun tərzi kombinasiyadan sonra fərqlənməyə bacarmışdı. Ağaseyid Qasımov önü boşdur. Ağaseyid baxdı qapıya. İstənilən kimi alınmadı. Zərbəsi istənilən kimi alınmadı Ağaseyid Qasımovun. Dərhal Qazaxlar başlayırlar. Mərkəzdən qapıya zərbə. Qapıcımız düzgün mövqe seçmişdi və bu zərbə elə də təhlükə yaratmadı. Təmkin Xəlilzadə. Təmkin Ciral oynayır. Bratislavadakı azarkeşlərimiz də burada yaşayan soydaşlarımız komandamıza dəstək vermək üçün hər oyun arenada olan Ağaseyidin önü boşdur. Ağaseyid qüvvətli zərbə! Qüvvətli zərbə! Çox təhlükəli idi, azca rəyini çatmadı. Önü çox boş qalmışdı. Qapıya doğru da əla bir zərbə endirir. 12 nömrəli qapıçıların dueli. Dövlət Zatibekov artıq keçmişdi. Pressing bəli. Pressinglə rəqibi səhv etməyə məcbur edir Vüsal İsayev. Bir qədər çaşqınlıq var Qazaxıstanın müdafiə xəttində və bu çaşqınlıqdan yararlanıb daha bir gol vurmaq olarsa artıq rəqibi daha da pis, çətin vəziyyətə salacaq. Mehdi Rızayev zərbəsi istənilən kimi alınmır. İrəli xəttə Vüsal İsayevin pressingi var. Dövlət Zatibekov. İrəli çıxır Dövlət Zatibekov. Qüvvətli zərbə amma burada yaxşı bloklandı. Qapı boşdur. Amma neynədi burada? Vüsal İsayev özü-özünə mani oldu. Yenə də əla bir keçid. Yenə də önü açıqdır. Qapıçına üzbəz qaldı. 2-0. 2-0. İsa Atayev. 8-ci dəqiqədə 2-0. Bəli, bu çaşqınlıqdan yararlanmaq lazımdır. Və bundan da maksimum istifadə edir. Əla motivasiya olmuş bir komanda var meydanda. Dünya çempionları artıq 8 dəqiqə ərzində əbəs ilə dünya reytinginin ilk pilləsində olmadığını və bu qitə yarışının
bir nömrəli favoriti olmadığını göstərirlər. 8 dəqiqə ərzində əla bir start. Amma davamını gətirmək lazımdır. Burada idmandır. Hər an hər şey ola bilər. Dərhal bırakılan toplardan bir əvəzini çıxırlar. Bəli, bir qədər diqqətli olmaq lazımdır. Dediyim anda Rayımbek Osman belə bir məqamda dərhal bırakılan toplardan bir əvəzini çıxdılar. Yəni, idmanda qəti və qəti arxanlaşma olmaz. Dərhal mərkəz xəttdən topu başladılar və qüvvətli zərbə. Qapıya ilk zərbələri idi və o da qolla nəticələndi. Xətay Bağırov. Rəvan Kərimova, Rəvan ötürmə, Xətay! Xətayının zərbəsi gözmədi. Xətay Bağırov. Bir-birlərinə əla bir anlaşma nümayiş etdirdilər Xətay Bağırov, Rəvan Kərimov, amma son anda Qazaxstanlı qapıcı Dövlət Zatibekov topun önünə özünü sipər edə bildi. Talih Babayev. Top oyuna daxil edəcək. Bu epizodu necə dəyərləndirəcəklər? Ötürmə, boşluq var, qapıya zərbə olacaq mı? Zərbə qapıcı qaytarır. Çox təhlükəli və qüvvətli bir zərbə idi, amma yenə də Dövlət Zatibekov əla oynayır. Komandasını qoldan xilas etdi. Maraqlı, baxımlı bir mübarizə izləyir Rəvan Kərimov. Rəvan ötürməsi yaxşı alınmışdı, amma son anda topu rəqib onların ayaqları altına vurub çıxara bildi. Rayımbek Osman Qazaxlarda ümidləndirən bir futbolçu. Topu Məhəmməd Xəlilov ayaqları altından vurub çıxara bildi. 10-cu dəqiqə Seyid Qasımov ötürmək istənilən kimi alınmadı. Bir qədər topu özündən irəli çox bırakmışdı Seyid Qasımov və istənilən ötürməni də edə bilmədi. Dövlət Zatibekov. Yenidən qapıcıda oynayır və yenə də Xətay Bağırov tək qalmışdı pressingdə və burada topu uzaqlaşdırırlar. Talih Babayev idi topu uzaqlaşdıran futbolçumuz. Dərhal bırakılan toplardan bir əvəzə çıxması Qazaxları bir qədər ümidləndirib. Amma yenə də müdafiədə çaşqınlıqdan istifadə edə bilər. Belə irəli atılmasından milli komandamızdan Xətay Bağırov bir qədər yerdə tək qalıb. Komanda yoldaşlarına köməyə çağırdı. İndi isə Rəvan Kərimov. Rəvan topu çox yaxşı saxlayır ayağında. Yani qapıcı oynayır. Ramil Çovdarov oradadır, amma riskə getdi burada Seyid Qasımov. Bir an gecikdi və ani gecikmə də baha başa gələ bilərdi komandamıza. Qasimovun ötürməsi, Ramiz Çovdarov digər istiqamətə göndərir. Rəvan Kərimov boş mövqedə top gözləyir. Yenidən Seyid Qasimovla oynayırlar. Qasimov önü boşdur. Qasimovun qüvvətli zərbə top qapının üstünə gedir. Artıq 3-cü cəhdi daha Seyid Qasimovun, hələ ki bu cəhdləri bir nəticə verməyib. Bir qədər diqqətli və dəqiq zərbə endirə bilsə, çətin onlar yaşadacaq. Burada azdır. Ondan da tutacaq amma hər şey yaxşı tutardı, amma əlinə zərbə də indirmişdi. Rayımbek Osman qapıcımızın əlinə zərbə indirmişdi və qayda pozuntusuna dərhalda Rumuniyalı Sezar Ionescu qayda pozuntusu qeydə alır. Rəvan Kərimov keçə bilmədi rəqibini. Talih Babayev indi geridə qalıb. Topun ayağının altına vurub çıxardılar. Xətay Bağırov, amma burada yenə də qayda pozuntusu var. Kərimovun ötürməsi istənilən kimi alınmadı. Məhəmməd Xəlilov topun önündədir. Presi gedirdi, indi yenə də Xətay Bağırov. Rəqib zonada komanda yoldaşlarına köməyə gəldi. Xəlilov topu qüvvətli zərbə ilə Zatibekov irəli göndərir. Burada Rəvan Kərimov topu əlində əla saxladı. Ötürmə də edir. Heç kim yox idi həmin zonada komanda yoldaşlarından. Xətay Bağırov. Presi gedir, Rəvan topu çox yaxşı aldı. Rəvana istiqamət ötürmə alınmır. Burada araya girən futbolçumuz var. Qayda pozuntusu var idi. Talih Babayeva qarşı çox sərt oynamışdılar. Episodun təkrarına baxa burada. Ayağı da sürüşdü. Burada hətta diki çox ciddi zədələyə bilərdi futbolçumuzu. Bilmədən də olsa dizib Talih Babayevin başına toxundu. Ramil Çovdarov da orada rəqib futbolçu ilə də epizodu müzakirə edir. Bakbergen Kuktlev
Qazaxstanın 14 nömrəli futbolçusu. Talih Babayev isə bir qədər kənara gəldi, hələ də özünə gələ bilməyib. Yaxşı keçdi rəqibini, Eşqindən ötürmə, Təmkin Xəlilzadə. Yaxşı tutmaydı, amma bir qədər gecikdilər. Son sayı bir qədər ötürməni gözləmirdi. Rəqibinin önünü kəsməyə çalışır Təmkin. Presik, Təmkin, Presikə davam edir. Mehdi Rızayev da orada Təmkinlə bərabər irəli xəttdə presik edən futbolçumuzdur. Eşqin də indi onların yanına gəldi. Onlar bir qədər geriyə çəkildilər. Dövlət Zatibekov. Dövlət Zatibekov. Bucu qapıçıların zərbəsi hələ ki alınmır. Hər iki qapıcı. Amma bir epizodda Ağaseyid Qasımovun zərbəsi çox təhlükəli olmuşdur. Digər epizodlarda qapıçıların zərbəsi çox böyük fərqlə qapının üstünə keçir. Səhv etmək olmaz. Az qala Eşqin. Eşqin Tağıyev ayağı büdrədi və bundan Qazaxlar yararlana bilərdilər. 14-cü dəqiqə 2-1. Ardıcıl 2 gol vurdular, amma dərhal Qazaxların buraxılan toplardan birinin əvəzinin çıxması onları bir qədər ümidləndirib. Eşqin Tağıyev presik edir. İndi o start həyəcanı Qazaxların üzərindən çəkilib sanki. Təmkin, pressing var, Təmkindən keçdilər. Cinah boy ötürmə, qapı önündə boşluq var. Çox dağlıq deyə bilərik, bəxtimiz gətirdi. Blackbergen Leov topu demək olar ki, boş qapıdan keçirə bilir. Ən çətin olanı etdi. Blackbergen Leov. Qazaxstanın 14 nömrəli futbolçusu. Tək elə həmişə belə geridə oynasın. Sol cinahlar. Ağaseyid Qasımov boş solda top gözləyir, amma ki topu ötürmür. Yenə də rəqibin 14 nömrəsi onun qarşısındadır. Soldan ötürmə, boş sola var idi. Təmkin Xəlilzadə istiqamətinə. Burada topu uzanlaşdırmağa çalışırlar. Təmkin topu ələ keçirir. Mehdi də topunu ötürdü. O da geriyə Ağaseyid Qasımov. Vüsal, cinahda boş idi. Vüsal İsayev. Vüsal, Eşqin köməyə gəldi. Təmkin boş mövqədədir. Təmkin topa çarpmadı. Səhv yol vermişlər. Kimsə görüşü saxladı. İlk Qazaxstanlı futbolçular. Yalnız sənət ayağa qalxa bilmədiyi üçün kim görüşü saxlayır. Vüsal isə kimin yanındadır? Rumunyalı Sezar Ionescu'dur. Əsas söz sahibi. Episodun təkrarını izləyək. Vüsal ötürmədə səhvə yol vermişdir. Bu episodda Eşqinə özünü çıxdı. Toxunuşmadı. Qayda pozuntuları var, amma fair play çərçivəsində keçən qayda. Belə deyək, oyun izləyirik. Kamera rəqiblərinin təbii ki, bir-birlərinə qarşı aqressiyası yoxdur. Bir-birlərini yaxşı tanıyan rəqiblərdir. Və 16-cı dəqiqədə yekunlaşma üzərində milli komandamızın 2-1 hesablı üstünlüyü var. Təmkin Vüsala göndərir, o da Ağaseyid Qasımovla oynayır. Ağaseyid Qasımov. Qasımov bir qədər də riskli, amma yenə də komanda başına top ötürə bildi. Yenidən Ağaseyid Qasımov önü boşluq qapıya zərbə ola bilər. Ağaseyid Qasımov yenə də top qapının üstünə keçir. Önü boşlama, bu hələ ki boşluğu istədiyi kimi dəyərləndirə bilmir. Qapçımız qüvvətli zərbələr endirir. Bu zərbələr hələ ki dəqiq alınmır. Təmkin. Eşqin Tağıyev. Vüsal yanında da Eşqin. Eşqin hələ ki topu özündə saxlayır. Yenidən Təmkin Xəlilzadə. Vüsalı yaxşı gördü. Ara ötürməsində yaxşı alındı. Vüsal topu özündə saxlaya bilsə təhlükə yarada bilər Vüsal. Yenə geri oynadı. Presindən yaxa qurtarmaq üçün Eşqin Tağıyev. Digər cinaha göndərir Ağaseyid Qasımov. Ağaseyid Qasımov irəlilədi. Ağaseyid Qasımov yenə də top qapının üstündən keçir. Bütün hücumlar hələ ki qapının üstündən keçən bir zərbələrlə tamamlanır. Eşqin Tağıyev. Eşqin topu özündə saxlamağa çalışırdı. Burada isə Mehdi ilə gəldi. Top yan xəttdən çıxır. Mehdi Rızayev. Qazaxların kapitanı indi görək ki, necə oynayacaq. Top bitirəcəkdi. Amma Zatibekov düzgün mövqe seçmişdi. Təmkin Xəlilzadə. Pressing isə öz bəhrəsini vermədi. Ağaseyid Qasımov, Eşqin Tağıyev. Ağaseyid çətinliklə topu saxladı və topla yan xəttdən çıxır.
Rəvanı gördük. Məhəmməd Xəlilov da meydana daxil olmağa hazırlaşır. Əvəz etmələr bunu yenidən canlandıracaqmı? Ramiz Çovdarov da görüşə qoşuldu. Dövlət Zatibekov qapı qarşısına ötürülən top. Rəvan Kərimov oradadır və Rəvan Kərimov topu uzaqlaşdırır. İmkan vermədi. Rəqibin kapitanı Bilay Yerali topu qəbul etsin. Bilay Yerali ötürmə ilə başladı Rəvan. Top ala bilmir. Xətay Bağrov'da pressing var. Qapıya zərbə top qapı üstü. 19-cu dəqiqə. Növbəti qapıya zərbə ilə tamamlanan hücum və top qapının üstündən keçir. Ramiz Çovdarov. Ramiz cinah boyu ötürür. Topu özündə yaxşı saxlayır Xətay Bağrov. Xətayı geriyə. Aseyid Qasımov. Aseyid Qasımov önü boşdu. Aseyid Qasımov. Top qapı üstündən keçdi yenələr. Qapçımız israrla və israrla zərbələr indirir, amma hələ ki dəqiq deyil. Zatibekov. Burada isə səhvə yol verdi. Qazaxlar Rəvan Kərimov topu alır, amma ötürmə istənilən kimi almadı. Talih Babayev düşürmüşdü. Rəvan Kərimov ama ötürməsi istənilən kimi alınmadı. Ramiz Çovdarov. Burada topu aldılar Xətayı. Xətay Bağrov. Ayağa qalxır. Rəvan, Xətay Bağrov. Bozmuşdur Rəvan Kərimov. Dərhal top istəydi. Qazax futbolçu. Burada az 7 nömrəli futbolçu da konuşmada Ali Savunbayev də konuşmada qaydanı pozmuşdu. Dövlət Zatibekov topu irəli göndərdi. Səhvə yol verdi. Talih Babayev qapıçı ilə üzbəüz qalıb. Xətayının zərbəsi amma alınmalı. Talih topu komanda başına qazandırmışdı. Lakin burada görə həqiqdə qərar verəcək. Toxunuş var idi, amma bildirir ki oyun epizodudur. Yəqin ki varda da baxacaqlar. Xətay Bağrov burada topu aldı Talih. Ötürdü Xəlilovun. Ayağına qarşı sərt oyun var idi. Bu sərt oyunu necə dəyərləndirəcək. Lakin hər hansı bir qayda pozuntusu qeydə almadı bu epizodda. Təbii ki var da var. Varda da hər hansı bir müdaxilə ola bilər. Qayda pozuntusuna dair hər hansı bir şübhə varsa Azamet Selikuli ilə mübarizədə. Rişad Quliyevi görürsünüz, komandamızın baş məşqçisi. Onların əsas memarı. Avropa və Dünya Çempionatı komandamıza. Bu Dünya Çempionatına da komandamız Dünya lideri kimi, reytinginin lideri kimi, Dünya Çempionatı kimi də olan Ramiz Çovdarov. Çovdarovun ötürməsi əlalında komanda yoldaşı qədər necə Xətayı bir qədər geriyə. Rəvan Kərimov. Ramiz. Rəvan ötürmə istənilən kimi alınmadı. Boş zonaya top gözlüydü, amma bir qədər sanki ötürmə bərk alınmadı. 21-ci dəqiqə artıq. Birinci isə yavaş-yavaş yekunlaşmağa doğru gedir. 2-1 hesabı ilə komandamızın üstünlüyü var. Ramiz Çovdarov. Burada ötürmə alınmır. Azad keçlərimiz də arenada Azərbaycan şuanları ilə komandamızı, milli komandamızı dəstəkləyirlər. Qələbəyə ruhlandırırlar. Bir qədər də faul olmasını istəyirlər. İndi mərkəzdə itirilən top. Özünü vaxtında yetirdi Rəvan Kərimov. Hər hansı bir qayda pozuntusu yoxdur. Burada yaxlıqdan futbolçu var. Qazaxstanlı futbolçu, amma adi bir oyun epizodu kimi dəyərləndirir. Rəvan daha tez topa çatmışdı mənim. Artıq topu uzaqlaşdırandan sonra o özü, belə demək mümkünsə, ayağını Rəvana çırpdı. Rayimbek Osman, Qazaxların yeganə qolunu vuran futbolçu. Hesab arasındakı fərqin dərhal minimuma inməsi oyunun gedişatını dəyişdi. İsə bu hücuma necə tamamlayacaqlar. Bizim üçün əla tamamladılar. Top qapı xəttindən çıxır. Hər şey yaxşıdır. Aseyid Qasımov top oyuna daxil edəcək və daha bir yarımçıq qalmış hücumlar yekunlaşdı. Qazax komandasının hücum. Aseyid Qasımov. Vüsal İsayev. Vüsal. Yeniden Qasımov. Qasımov.
Qarşısında boş zona var yenə də. Yenə də boş qoyublar. Qasımov nəhayət yararlanmalısan bundan. Bu dəfə qapçı. Zatibekov dəf edir. Bu dəfə dəqiq idi. Ağaseyid Qasımovun zərbəsi. Ama qapçı. Həmkarı. Eyni nömrəli daşıyan Həmkarı. Onun zərbəsinin qarşısını kəsdi. Yenə də Ağaseyid Qasımov. Yenə də önü boşlu. Ağaseyid Qasımov bu dəfə ötürmə edir. Ağayev. Qasımov. Önü boşlu. Önü boşlu bu mövqedən artıq. Qapını yenə də yoxlamalıdır. Qasımov. Ötürmə edir. Topu saxlaya bilmədi Təmkin Xəlilzadə. Bir qədər bərk ötürmə olundu. Mehdinin ötürməsini istədiyi kimi qəbul edə bilmədi. Dövlət Zatibekov pressingdə bir qədər təlaşa düşən bir qapçıdır. Dərhalda ona görə iki futbolçumuz birdən qapçı üzərində. Topu irəli göndərməkdən başqa çarə qalmadı. Eşkin. Ağaseyid. Ötürməklə başlayır. Bir Mehdi. Ötürməsi çox yaxşı alındı. Eşkin də bıraxdı amma Təmkin bir qədər gözləmirdi bunu. Təmkin. Ötürmə. Top yenə də Təmkində qalacaq mı? Qaydanı pozdu Təmkin amma hər iki futbolcu bir toqquşmuşdu. Birinci hissənin sonuncu 25-ci dəqiqəsi başlanır. Əslində yaxşı düşünülmüş bir hücum təşkil etmək olardı amma bir qədər Samir ilə Təmkin bir-birlərini başa düşmədilər. Samir Həmzəyev. Xəlilzadə isə bu epizodda rəqib futbolçunun toqquşur. Hələ də ayağa qalxa bilməyir. Təmkin Xəlilzadə. Ağaseyid Qasımov isə fürsətdən istifadə edib komandaya başlayır. Eşkin Tağıyev. Onunla hansı bir epizodu müzakirə edirlər. Mehdi də bu müzakirəyə qoşuldu. Mehdi Rızayev. Dedim ki, bu sonralar gözlür. Ağaseyid Qasımov nəsil yaxınlıqları göstərmir. Göstərirlər. Tez-tez diyalog qurulur. Əslində də Təmkin kənara getdi. Ramiz Çovdarov. Ona əvəzinə qalan vaxtda çox az bir vaxt qalıb. 2 dəqiqə artırdı. Birincisi artıq əlavə edilmiş vaxtdır. Mehdi topu saxladı. Qapının ötürülən top heç kim yox idi. Mehdi Rızayevin ötürməsinə toxunacaq bir futbolçu yox idi. Dövlət Zatibekov ikili pressing. İkili pressing. Hələ bəs pressing altında bu qapçı bir qədər özünü itirir. Topu istədiyi kimi ötürə bilmir. Yenə də Samir bu dəfə pressing sayəsində topu rəqibdən almağa bacardı. Dərhalda orta zonada boşluğu yaxşı gördülər. Qasımov, Ramiz Çovdarov, Ramiz, Eşkin. Eşkin, 50 oyun. Bəli, 50 oyun. Sarı vərəqə tələb edir Şamquliyev. Çünki açıq-aşkar hücumun qarşısını əllə kəsdi. Amma hakim ələkli yanaşılır. Göstərmədi. Şifahi xəbərdarlıqla kifayətlənir. Ramiz Çovdarov. Qapı qarşısına ötürülən topa çatıb zəndimi endirmək olacaq amma son anda Samirin qarşısından topu vurub çıxardılar. Eşkin geriyə. Çovdarov. Çovdarov keçdi rəqibini. Ramiz Çovdarov keçdi. Ötürmədə etdi. Çevrilib zərbə endirmək olardı amma topu itirdilər. Topu itirdilər və dərhalda pressing. Azər futbolçu ətrafına baxırdı. Komanda yoldaşını görməyə çalışırdı amma onun ətrafına elə sarmışlar ki heç kimi görə bilmədi, ötürmə edə bilmədi və topu yenə də milli komandamız ələ keçirir. Və dərhal başlamaq istedi amma yenə də ona mane oldular. Və bunu hakimə iradını bildirir. Çovdarov. Ramiz ara ötürməsi. Yaxşı alınmışdı amma son anda ayaq qoydular. Bəli, birinci hissəyə yekunlaşır. 2-1 hesabı ilə milli komandamızın üstünlüyü var birinci hissədə. Bizdə qısa fasilə ayrılırıq. Az sonra Bratislava'dan reportajımız qaldır. Yenidən davam edəcək. Yenidən xoş gördük tamaşaçılar. Gecəniz bir daha xeyir olsun və milli komandamız mini futbol üzrə Avropa çempionatında 8-də 1 final mərhələsində Qazaxıstan seçməsi ilə qarşılaşır. Və indi ikinci hissə start götürəcək fasiləyə. 2-1 hesabı ilə milli komandamız üstün yollandı. Xətay Bağramın zərbəsilə ikinci hissə başlayır. Milli komandamıza uğurlar arzulayır. Rəvan Kərimov oyunda hesab açan futbolçumuz və ayağına da zərbə endirdilər. Rəvan Kərimov və İsa Atayev görüşlü hesabı
Rəvan Kərimov hesab açdı İsayətov. İkinci qolu vurdu amma dərhal da rəqibin futbolçusu. Hesab arasındakı fərqi azaltdı. İndi görək milli komandamız bu hücumu necə dəyərləndirəcək. Qapıya zərbə istənilən kimi alınmadı. Raimbek Osman fərqlənmişdi Qazaxıstan milli komandasının heyətində. Yenə də futbolçularımız pressinglə başlayıblar. İrəli xəttə yüksək pressing. İkinci hissədə də pressinglə başlayıblar. İndi Qazaxların görə hücumu necə nəticələnəcək. Cinah boyu ötürmələr. Burada isə topu uzaqlaşdırırlar. Top ələ də dəymişdi İsa Atayev. Top məhz yox. Kənan Mirzəliyev idi. Düzəliş edim. Kənan Mirzəliyevin əlinə dəymişdi. İndi hakim canlı sətti qurur. Canlı sətti daha da edisək düzgün mövqeyə çəkir. Kənan və Məhəmməd Xəlilov var. Canlı sətdə. Talih Babayev da orada nəzarət edir. Qapı qarşısına ötürülən top. Rəvan Kərimov uzaqlaşdırdı. Rəvan Kərimov uzaqlaşdırır. Geriyə. Qazaxların hücumu qapçı. Öyle boşluq. Qapıya zərbə top qapının üstünə keçdi. Hər şey tam istədiyimiz kimi yekunlaşır. Top qapı xəttindən çıxır. Ağaseyid Qasımov. Yeniden Ağaseyid Qasımov birinci hissədə bir xeyli epizod oldu. Birində qapçı qaytardı. Digər zərbələri topu qapının üstündən vurmuşdu. Qapçı oyuncusu funksiyasını çox yaxşı yerinə yetirir Ağaseyid Qasımov. Mərkəz xətti kimi rahat şəkildə irəliyir. Zərbələr də endirir. Bəli, qarşısı boşdu. Ağaseyid Qasımov irəlilədi. Ağaseyid Qasımov qüvvətli zərbə amma belə bir vəziyyətdə birinci qapıya düşmək olmadı. Xətai Bağırov daha çətin olanı etdi. Düzgün toxunuş olsaydı topu tora qovuşturacaqdı. Rəvan Kərimov qaydanı pozdular mı xeyr? Top yan xətdən çıxır. Rəvan Kərimov fəallığı ilə keçdi. Bu Avropa çempionatında milli komandamızın heyətində ən yaxşılardan biridir. İndi çətin vəziyyətdə qalıb Xəlilov və topu da yan xətdən çıxardı. Məhəmməd Xəlilov başqa çarə qalmamışdı artıq. Rəqiblər iki futbolçunu onu sıxışdırırdılar. Xətai Bağırov, Xətai ətrafına yaxşı baxdı. Kənan rəqiblərindən keçdi. Kənanın ötürməsi, qarşısı boşluq öndü. Amma son anda Xətaiyə mane oldular. Xətai Bağırovu topun qəbul etməsinə imkan vermədilər. 28-ci dəqiqədə. Kənan Mirzəliyev altdan top oyuna daxil edəcək. Kənan qapı qarşısına ötürülən top və gol! Belə bir fürsəti Məhəmməd Xəlilov qaçırmır. 3-1. Diqqətsizlik və Məhəmməd Xəlilov hesabı 3-1 edir. İkinci hissəyə də qolla başladı. Məhəmməd Xəlilov. Bəli, arenada da Məhəmməd Xəlilovun adı anons edilir. Milli komandamız üstünlüğünü yenidən iki topa yüksəltdi. İndiki məqamda bir qədər də diqqətli oynamaq və rəqibi pressinglə belə səhvlərə daha çox vadar etmək lazımdır. 3-1 hesabı indi Rəvan. Bəli, rəqibi ona yumruq atdı. İdmançıya yaraşmayan bir hərəkət. Olmaz. Əli Suranbayev bir qədər sakit olmasını istəyir. Rəvan ona qarşı sərt oynasa da amma onun bu hərəkəti idmançıya yaraşmayan bir hərəkətdir. Belə bir hərəkət qəbul olunmur. Həm də nəzərə alaq ki, bu rəqiblər bir-birlərini çox yaxından tanıyırlar. Vüsal İsayev. Ağaseyid Qasımov yenə də önü boşdu. Ağaseyid Qasımov önü boşdu. Zərbə olacaq mı? Ağaseyid irəlilədi. Ağaseyid zərbə! Burada isə top yan xətdən çıxır. Əslində tam olaraq zərbə də deyil. Həmin zonada komanda yoldaşını düşünmüşdü Ağaseyid Qasımov. Ramiz Çovdarov indi top oyuna daxil edəcək. 30-cu dəqiqədə Ramizin ötürməsi çevrilib zərbə indirmək üçün fürsət axtarırdı. Mir Mehdi Rızayev. Burada isə Samir keçə bilmədi. Samir Həmzəyev idi. Rəqibini keçməyə çalışan futbolçu. Vüsal İsayev. Altdan top oyuna daxil edəcək. Vüsal boşluqla komanda yoldaşını axtarır amma topu oradan uzaqlaşdırırlar. Yenə də bax bu hərəkət idmançıya yaraşmayan hərəkət. Hakim yanına çağırır. Sarı vərəqə. Sarı vərəqə. Bir qədər aqressivləşib Qazaxstanlı futbolçular.
Amma peşəkar idmançıya bu hərəkət yaraşmır. Qol vuran futbolçudur Ayınbek Osman. Sarı vərəqə ilə cəzalandı. Artıq ikinci hissədə bir qədər əsərlər talma çəkilib. Qapı qarşısına ötürülən top. Burada da hakimi fiti səsləndi. Müsait sahibin ötürməsi ünvanına çatmadı. Qazaxlar hücum qurmağa çalışırlar. Top yenə yan xəttdən çıxır. Son toxunuş futbolçumuzdadır deyir hakim. Top oyuna daxil edir. Dövlət Zatibekov yenə də irəli çıxıb. Eşqin Tağıyev orada. Ramiz Çaldırma presi getməsini istəyir. Ramizi keçdi. Mərkəzə doğru ötürülən top. Eşqin topa çatacaq mı? Eşqin topa çatır. Ətrafına baxır. Komanda yoldaşı axtarır amma topu meydanda saxlamaq mümkün olmadı. Vüsal İsayev top oyuna daxil edəcək. Buna qarşı qaydanı pozmuşlar. Vüsal dərhal başladı. Ağaseyid Qasımov, yenidən Vüsal. Ağaseyid Qasımov var, Vüsal və itələdi İxtiyarşan Quliyev buna etirazını bildirir. Hakimin düz göz önündə baş verdi epizod. Qazaxlar ikinci hissədə çox aqressivləşirlər. Əgər rəqib səndən güclüdürsə bunu meydanda layiqli mübarizə apararaq sübut etməyə çalış, onları məğlub etməyə çalış. Amma bu aqressiya bir qədər idmançıya yaraşmır. Yəni sərt oynamaq, rəqibə qarşı belə hərəkətlər peşəkar idmançıya yaraşan hərəkətlər deyil. İndi qapı qarşısına ötürülən top. Rızayev. Onu oradan uzaqlaşdırmağa çalışırlar. Pressinglə. Vüsal. Ağaseyid Qasımov. Yenidən Vüsal İsayev. Qasımov. Rəqib üzərinə çəkir. Riskli ötürmələr. Vüsal İsayev. Vüsal. Qarşındakı boşluğu dəyərləndirir. Vüsal və ona qarşı qaydanı pozdular. Bəli. Açıq-aşkar kobud oynayırlar ikinci hissədə. Qazaxıstan futbolçuları. Futbolçularımızdır. Topu özündə saxlayır, rəqib üzərinə çəkməyə çalışır. Bəli, orta çatmırdı və rəqibi tutulub çəkdi. Vəli Qafarov. Qapçı dəyişikliyi. Ağaseyid Qasımovun əvəzinə Vəli Qafarovun. Rəşad Quliyev oyuna mübarizəyə qoşdu. Vəli Qafarov. İndi onun qüvvətli zərbələrini sınamağın vaxtı dəyala bir ötürmə. Vüsal qapıya zərbə olacaq mı? Çəkdi, bir qədər gözlədi. Mərkəzə. Eşqin Tağıyev. Eşqin keçməyə çalışır amma keçə bilmədi. Keçə bilmədi və top da milli komandamızda qalır. Görə indi Vəli Qafarovun zərbələri. Necə alınacaq? Qapısı dəyişikliyi, Eşqinin ötürməsi. Eşqin, burada isə Samir Həmzəyev. Onu oradan elə deyək, sıxışdırdılar. Ramiz Çovdarov. Qapıya zərbə, Vəli Qafarov. Bu zərbəni dəf edir və təhlükəli zonadan topu uzaqlaşdırır. Milli komandamız üzvləri Samir. Və topu oradan çıxarıb keçirə bilmədi. Yan xətdən Qazaxlar topu ilə daxil edəcəklər. Bu isə Vəli Qafarovun topu dəf etdiyi anın təkrarı idi. Dövlət Zatibekov dərhal başladılar. Yenidən Zatibekovla oynayırlar, amma ötürmə istənilən kimi alınmadı. Əvəz etmə. Atayev meydana daxil oldu, Kenan meydana daxil oldu, Rəvan Kərimov meydana daxil oldu, hesab açan futbolçu. Önü boşdur. İndi görək, Vəli Qafarov ötürmə etdi. Burada isə təkrar ötürmə, qapıya zərbə alınmadı. İsa Atayev. Vəli Qafarovla başlayan hücum əla bir hücum təşkil etdi milli komandamız, amma İsa son zərbəni dəqiq endirə bilmədi. Açıq-aşkar milli komandamız üstün oyun sərgiləyir. Rəqibin müdafiə xəttində oyununda bir pərakəndəlik var. Bundan yararlanmaq lazımdır. Bu anda gələcək daha bir qol. Dördüncü qol rəqibi oyunu tam sındıracaq. Tam onları ruhdan salacaq deyə bilər. Rəvan Kərimov. Bir qədər sanki tələsdi. Rəvan Kərimov. 35-ci dəqiqədə daha bir fürsət qaçır. Zatibekov kənarla oynadı. Xəlilov ona qarşı pressing edir. Topu aldıq. Qolunda boşluq var. Zərbə İsa Atayevdən. Rəqib artıq çaşqınlıq içindədir. Rəqibin oyun planında artıq dağınıqlıq hiss olunur. İsa Atayev
Ötürmeyle başladı. Rüzgar. İleriye gönderir. Rüzgar İbrahimzade. Burada ise Mehmet Xəlilov. Topu çata bilmir. Qazaqlar müdafiədən çıxmağa çalışacaqlar. Yenə də Rəvan Kərimov presin sayəsində topun oldu. Out. Və əvəz etməyə imkan verir. Qapçı dəyişikliyi oldu. Qazaqlarda da qapçı dəyişdi. 77 nömrəli Yernur Alimbay. Dövlət Zatipekova əvəzlədi. 36-cı dəqiqədə. Aslında bu qapçı indi qapçı dəyişikliyindən də yararlanma olur. Zatipekov daha çox seyirlərlə diqqət çəkilir. Bu bir qədər irəli komanda oynayan qapçıdır. Səhvə yol versə və topu alıb boş qapıdan keçirmək olar. Ötürmə istənilən kimi alınmadı. Bəli. Yüksək pressinglə rəqibə istədiyi boş zonları vermirlər. Rüzgar İbrahimzadə hazırlaşır. Yəni xəttə görürsünüz. Rəvan Kərimov yaxın planda göstərilir. Və Elşad Quliyev. Bu oyunun, bu qələbələrin əsas memarlarından biri Vəli Qafarov. Topu ötürür. Burada isə Kənan topu istədiyi zonu ötürə bilmədi. Rəvan Kərimovun pressingi var. Qapıya zərbə üçün fürsət verməyəcək rəqibinə və qaydanı pozdu Rəvan Kərimov. Burada rəqibinin müvazinətini pozmuşdu artıq. Qazaxstanlı 16 nömrə Almat Arikbayev özünü doğrulda bilmədi. Rayımbek Osman topa yaxınlaşır. Vəli Qafarov canlı sətti vurur. Təcrübəli golkiper. Həyəcan içindədir. Şimdi görə bu vəziyyətdən necə istifadə edəcək? Təhlükəli bölgədə əslində zərbə gəlir. Təhlükəli bölgəydi dedim və Vəli Qafarov bu topu dəf edə bilmədi və yenə də Rayımbek Osman gol vurur, hesabı 3 gedir və fərqi minimuma indirir. Təhlükəli mövqeydi və Rayımbek Osman Qazaxstan milli komandasının heyətində ikinci qoldur. Hər ikisini də Rayımbek Osman vurub 38-ci dəqiqədə fərq minimuma inir. Vəli bu topu dəf edə bilmədi. Əslində milli komandamız rəqibi çox sıkışdırmışdı. 4-cü qolu vurmağa çox yaxın idi. Yenə də Qazaxlar fərqi minimuma indirirlər. Asan təslim olmaq istəmirlər. Rəvan Kərimov topu oyuna daxil edəcək. Gol yoxlanılır. Təbii ki, VAR-da gol tam təsdiqlənəndən sonra gol qeydə alınır. VAR yoxlaması gedir. VAR-da oturan hakimlərlə və əsas hakim diyalog alınır. Qulaqçı vasitəsilə bir-birlərinə məlumat verirlər. Gol yoxlanması həyata keçirilir. Yekun qərar necə olacaq? Gol qeydə alındı. Sabahsızda fərqli Rüzgar İbrahimzadə. Vəli Qafarov. Mehmet Xəlilov. Geri oynuyor. Rüzgar İbrahimzadə. Vəli Qafarov. Mərkəzə Mehmet Xəlilov. Bir qədər də geriyə. İbrahimzadə. Vəli Qafarov. Çox güclü oynadı burada Rüzgar İbrahimzadə. Yeniden Rüzgar. Sürətlə irəli gelir. Rüzgar İbrahimzadə. İstənilən ki olunmadı. Əslində daha yaxşı bu hücumu yekunlaşdıra bilərdilər. Oyun ərzində də fikir verin. Bir-birləri ilə oyuncular arasında diyaloglar da var və burada Rəvanı yıxdılar. Rəvan Kərimovu bu epizodda yer əsənir. Qazaxstanın 16 nömrəli futbolçusu Almat Arikbayev çobud oynayır. Sərt oynayır və qaydanı pozur. 40-cı dəqiqədə yekunlaşır. Son 10 dəqiqə. Ramiz Çovdarov topun yanındadır.
Milli komandamızın 7 nömrəli futbolçusu Ramil Çovdarov. Samir boşluğunda da Ramiz sədaları var. Qapıya qüvvətli zərbə. Burada Samir topu saxlayır amma onun çevrilməsinə imkan vermirlər. Dərhal başladı. Qapı önünə ötürülmən top. Burada yenə də out. Vüsal İsayev. Vəli Qafarov. İləliyə doğru göndərir. Ramil Çovdarov üçün çox bərk alındı bu top. Bu ötürməni saxlaya bilmədi. İləliyə göndərir. Vəli ilə bir-birlərini başa düşməsinə də top Vəli Qafarovda qaldı. Dərhal İləliyə göndərir. Topu saxladı. Mərkəzə doğru. Eşkin Tağıyev. Eşkin. Cinah boy göndərir. Cəfər Cəfərov. Cəfər. Topu altdan oyuna daxil edəcək. Cəfər baxdı. Komandalaşını axtarır. Tapır. Ötürmə etdi. Burada Samir. Samir'in qayda pozuntusunu bildirir və bir qədər də etirazla qarşılanır. Episodda Samir'in qayda pozuntusunu bildirir amma aslında ilk episodda ona qarşı qayda pozulmuşdu. Top altdan. Və daha doğrusu out qərarı. Hakimin qərarı azarkeşlərin narazılığı ilə qarşılanır. Əslində episodun başlamasında, startında Samir Həmzəyevin baxışı çox uzun var idi. Formasında tutup çəkirdilər. İləliyə göndərilən top. Yenə də hakim. Səsləndirir və qayda pozulsun. İki dəfə milli komandamız bu dəfə yerinə yetirəcək. Vüsal İsayev. Yerindən yerinə yetirməsi istəyir. Rumuniyalı hakim ötürmə etdi. Ramil Çovdarov, Vüsal baxır qapı qarşısına. Vüsal, Samir boş mövqedə də topu itirdilər amma yenə də milli komandamız topu qazanır. Milli komandamız qazandı, itirdi. Vüsalın pressingi var. Vüsal topu rəqibdən ala biləcəkmi? Qapıcıya qarşıda pressingi var. Dərhal sağ cinaha göndərdi Qazaxlar. Yenidən digər cinah boyu Eşkin rəqibin qarşısını kəsməyə çalışır. Qazaxların həmləsi davam edir. Qapıya zərbə və Qafarov. Süpəli qapıcı dərhal başladı. Boş qapıcı verdi. Toxunuş varmı? Toxunuş oldu amma topu tora qovuşturmaq mümkün olmadı. Vəli Qafarov dərhal boşluğu yaxşı görmüşdü amma Eşkin Tağıyev bu fürsəti dəyərləndirə bilmədi. Belə bir anda vurulacağı bir qol rəqibin bir qədər müqavimətini qıra bilər. Oturma etmişdi. Artıq ikinci dəfədir Qazax futbolçu eyni tərzdə topu bizim futbolçuya verir. Burada Eşkin topa çatdı amma dəqiq toxuna bilmədi. Eşkin Tağıyev. 44-cü dəqiqədə Bratislavada bütün yarışlarda adət etdiyimiz kimi şəhidlər olmaz, vətən bölünməz şuarını səsləndirir. Yerlərimiz şəhidlərimizi bir daha hörmətlə, ehtiramla anırıq, yad edirik. Belə bir 44-cü dəqiqədə də az qala rəqibin səhvindən istifadə edəcəkdir Eşkin Tağıyev. Vəli Qafarov. Topu Vüsal İsayevə bıraxdı. Vüsal başladı. Vüsal, Vəli ileriyə doğru ötürülən top. Çox bərk ötürmə olmuşdu. 45-ci dəqiqə başlanır. Oyunu sona yaxınlaşır. Burada qapıcı pressing var idi amma istənilən kimi olmadı. Yenə də Eşkin cəld oynayırlar, hərəkətli oynayırlar. Qapıcıya mani olurdu Eşkin Tağıyev. Pressing öz məhrəsini vermədi. Ələcətli olacaq. Kenan Mirzəliyev oyuna daxil oldu. Xətai Bağırov, Talih Babayev indi irəliyə göndərilir. Milli komandamızda Samir topu saxlayır. Talih bir qədər geriyə. Ramil Çovdarov. Topu rəqibə vuraraq meydandan çıxardı. Çox riskli oynamışdı. Məhəmməd Xəlilov da kənardadır. Talih başladı. Topu uzunda saxlaya bilmir. 6-cı dəqiqə start götürür. Oyunun sonluğudur.
Dikkatli olmaq lazımdır. Qapçıya qarşı pressing. Topu ələ keçirə bildilər, amma qaydanı pozdular. Məhəmməd Xəlilov qaydanı pozmuşdu. Məhəmməd Xəlilov rəqibə qarşı qaydanı pozmuşdu. İddia edirdim ki, 2022-ci ildə Slovakiyada Koşice şəhərində keçirilən Avropa çempionatında milli komandamız yarı finalda məhz Qazaxıstan seçməsinə qalib gəlmişdi. Sonda isə tarixinin ilk böyük uğurunu, Avropa çempionluğunu əldə etmişdi. Məhz Slovakiyada Qazaxları məğlub etmişik. Ondan sonra dünya çempionatında və qitə yarışında məğlub olmuşduq Qazaxlara və yenə də bizim üçün o doğma olan titul qazandığımız məkan Slovakiya deyil və yenə də 3 hesab ilə öndəyik. Bu dəfə paytaxt Bratislavada vaxt azalır. Son 4 dəqiqə hakimində vaxtda 1 dəqiqə əlavə edilsin düşürsə 5-6 dəqiqə bir ayrıq bizi növbəti mərhələdən Qazaxlar üzərində o uğursuz oyunlara son qoyub yenidən qələbə qazanacağımız andan. Vəli Qafarov topu ələ keçirdi. Talih Babayev. Vəli Qafarov topu qüvvətli zərbə ilə irəli göndərir. Burada isə Qapçı. Qapçı topu meydandan çıxarır. Qapçı topu meydandan çıxarır. 4-də 1 final cütlükləri artıq məlumdur. Bu milli komandamızın görüşünə sonra sonuncu cütlük də müəyyənləşəcək. Topu ələ keçirdilər. Əla bir hücum təşkil etmiyorlar. Sağ cinahlı qapı qarşısına ötürmə olacaq mı? Başla zərbə Rəvandan alınmadı. Başla zərbə alınmadı. Yaxşı bir fürsəti ilə dəyərləndirə bilmədik. 4-də 1 finalda Gürcüstan, Ukrayna, Rumıniya, Serbiya artıq məlumdur və Macaristan, Bolqaristan görüşləri olacaq. Macaristan, Bolqaristan, Gürcüstan, Ukrayna və Rumıniya, Serbiya indi qapıya zərbə olacaq mı? Çevrildi, alınmadı. Talih topa çatdı. Çexiya isə məhz rəqibini gözləyir. Milli komandamız qalib gələrək Çexiya ilə qarşılaşa bilər. 4-də 1 finalda. Burada isə topa çatma mümkün olmadı və Qazaxların agresiyası artıq. Bir qədər oyunun sonlarında, məğlub tərəf oyunun sonlarında agresiyanı bir qədər artırır və azarkeşlərimizi yaxın planda görürsünüz. Qapı qarşı ötürlər top, Rəvan topa toxuna bilmir. Burada topu ələ keçirmək mümkün olmalı, amma topa ilk satan futbolçumuz idi və yenə də qayda pozuntusu. Hakim Fikri səsləndirmişdi. Bəndə Kutliyov. Top çıkmıştı. Top meydandan da çıkmıştı. Top meydandan da çıkmıştı. Alt qərar olacaq. Mustafa yoxlandı və alt qərar. Qazax futbolçular oyunun sonlarına doğru agresivləşirlər bir qədər. Diqqətli olmaq lazımdır. Talih Babayev. Vəli Qafarov, Talih. Bu bir-birlərini ötürərək rəqib üzərinə gəlməyə məcbur edirlər. 49-cu dəqiqədir. Talih irəli şığıdı, ötürməsini etdi. Rəvan, Talih keçirə bilmədi topu. Qazaxlar irəli topu göndərdilər. Vəli Qafarov diqqətli olmalıdır, amma Rəvan Kərimov topu rəqibdən aldı. Rəvan topu itirdilər. Burada isə Xətai topa çatır. Xətai sürətli irəliləyir. Xətai oyunda son nöqtəni qoymaqlar. Rəvan son anda topu yan xətdən çıxardılar. 49-cu dəqiqədə rəqibin bütün ümidlərini puç edə bilərdilər. Oyunda sonuncu dəqiqə başlanır. Kənan Mirzəliyev topu oyuna daxil edəcək. Rəvan istiqamətinə, Rəvandan top keçdi. Qapıya zərbə olacaqmı? Xətai topu özündə saxlayır. Xətai topu özündə hələ ki saxlayır. Xətai topu ondan alsalar da əla keçdi rəqibə Xəlilov. Əla ötürmə, qapı boşdu. Seyvə fikir verin. Belə bir epizodda necə topu qapının üstündən aşırdı qapçı. Kənan Mirzəliyev topa toxunmuşdu, amma Qazaxstanlı qapçının da həqiqətən də bu sevini alqışlamaq lazımdır. Həqiqətən də çox çətin bir top idi, amma son anda topu qapının üstündən vurdu. Ümidləndirdi komandasını. Bəli, 50-ci dəqiqə, son saniyələr. Qapı qarşısına ötürülən top tutub çəkirdi. Bəli, qaydanı pozurdu. Açıq-aşkar qaydanı pozurdu. Vəli Qafarov topu oyuna daxil edəcək. 4-də 1 finaldan bizi çox az bir vaxt ayırır.
Çok az bir vaxt ayrılır. 2 dəqiqə artırıldı. Qapı qarşısında ötürülən top. Burada ise topu itirdi. Ama yine de dikkatli olmak lazımdı. Kazan futbolcu ilerlemeye çalıştı ve qaydanı pozmuştu. Burada Zafer Zaferov qayda pozultusuna yol vermişti. Zafer Zaferov qaydanı pozmuştu. 2 dəqiqə artırıp 3-2 hesabıyla öndeyim. Oturmayla başladılar. Tam istediğimiz gibi yaşamıştı için. Tam istediğimiz gibi. İsmail görüşte galip gelerek 4'te 1 finala atlamağa çok yakınıq Vəli Qafarov riskliydi ama komandalaşına topu ötürebildi. Vüsal yeniden Vəli Qafarov rəqiblərin üzerine çəkməyə çalışırlar. Vəli topu irəli göndərir. Burada ise top qapçılarından çəkmişdi ama qapçıya qarşı qaydanı pozmuşlar. Son 1 dəqiqə. Son 1 dəqiqə. Qapçı. Səhv oldu ama çok sert bir müdaxilə. Çok sert bir topunuş. Yani Eşkil Tağıyev de sahaya gelen cezalanır. Eşkil Tağıyev burada qapçıya qarşı çok sert oynadı. Topu dərhal irəli göndərirlər. Orhan irəli göndərdilər. Topu da yan xətdən çıxardılar və out. Bir qədər nəfəs dərməyə var. Son saniyeler. Milli komandamız 4'te 1 finala çok yakındır. Çexiya seçmesiyle karşılaşacak 4'te 1 finalda. Kazaklara karşı 2 oyunda uğursuzluğumuz vardı. Galip gələ bilmirdik. Ama Kazakların məhz Slovakiyada məğlub etmişti ve yekunda da Avropa çempionu olmuştu. Ve yine de İtal çempionatı ve yine de Slovakiya bu defa paytaxt Bratislava ve 3 hesabıyla öndeyik. 3 hesabıyla öndeyik ve yine de agresif hərəkətlər var. Hakimə qarşı toxunuşdu var. Hakimin baxışını gördünüz. Eşkil Tağıyevə qarşı burada toxunuş var idi. Artıq hakim əlavə 2 dəqiqədə yekunlaşıb. Diqqətlər Rumuniyalı Sezar Ionescu yönəlib. 4'te 1 final. Hər an rəsmiləşə bilər. Hər an rəsmiləşə bilər. Təbii ki o az da olsa itirilmiş vaxtında kompensasiya out. Qərarı var. Vüsal İsayev ötürməyə başladı. Yeniden out qərarı. Artıq o 2 dəqiqə çoxdan yekunlaşıb. Hətta onun üstündə 30 saniyə artıq vaxt geçib qapıya zərbə alınmadı. Top yenə də Qazaq futbolçusundan çıxır. Növbəti out qərarı. Vüsal İsayev ötürməyə başladılar. Tutub çəkildi ama heç nə yoxdur deyir. Davam dedi. Cəfər qapıya zərbə və artıq bu sondur. Bu sondu ve qələbə. Milli komandamız 3-2 hesabıyla Kazakistan seçmesini məğlub edir. Yine de Slovakiyada, yine de İtal çempionatında bu dəfə paytaxt Bratislavada galip gelir milli komandamız. Futbolçularımız 4'te 1 finaldadılar. Çexiya seçmesiyle 4'te 1 finalda üz-üzə gələcəklər. Bratislavadakı azarkeşlərimizi görürsünüz. 4'te 1 final artıq bütün cütlükləri məğlub oldu. Macaristan, Bolgaristan, Gürcistan, Ukrayna, Rumıniya, Serbiya ve Çexiya, Azərbaycan milli komandamızı, azarkeşlərimizi ve halkımızı qələbə münasibətlə təbrik edirik. İdman TV vasitəsilə oyunları izləməkdə davam edin. Qarşıdakı günlərdə 4'te 1 həlləçi görüş həyəcanı və finala kimi zəfərə doğru bütün oyunlar İdman TV ilə də canlı yayımlanacaq. Bu görüşü, bu prinsipial qarşılaşmanı Elgün Fətəliyev şərh edir. Sağ olun, gecəniz xeyrə qalsın.